Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisine karşı Türkçe eski kitaplar programın başlayıram. İnşallah hayırlı olsun. Bilmirəm ki, görünür, görünmür. Amma gedək görək ki, bu günləri hangi kitab bizim şansımıza çıxacaqdır. Beyin mühəndisliyinə qarşı Türkçe eski kitaplar programının 456. bölümün başlayırıq. Yazım burada 456 ve bu günlər ayın 1'i olacaq əgər səhv eləmirsəm. Avqust 2026-cı il. Tamam, gedək görək ki, bu günləri hangi kitab şansımıza çıxır ki, ondan tanış olaq. Gedək en son kitab ki, Nəvaini download eləmişdik geçən seri, çünki o birisində oxunmurdu. Qeyddik, gəldik təzəşdən görək ki, Müntəxəbi Divan-ı Nəvai ki, burada oxunmurdu, üstə tapdıq və oxuduq. Bunu delete eləyək geçsin və Divan-ı Muştaq Baba görək nə deməkdir. Bu birinci, bu Divan-ı Muştaq Baba zahirən çapdır. Amma hangi zamanda çap olubdur, onu bilmirəm. Mən çalışıram ki, bu kiçik olsun, səhviyyə yerləşsin. Eləyə bilək bunu görək. TBMM Kütüphanəsi. Belə bir Türkiyə Bilim Mərkəzi, belə bir şey olacaq. Amma o ikinci mim nədir? Onu bil. Millət Kütüphanəsi olacaq falan. Daş dövrü çap olma, daş dövrü deyirəm, çox bağışlarsınız. Daşla basılma şeylərə bənzir, kitablara bənzir, yəni çap kitabıdır. Zahirən nədən isə mən kitabı göstərə bilmirəm. Belə nəzərə gəlir ki, ələn kitab görünmür. Görüm ki, bu niyə görünmür? Əcəba bu bölümə nə gəldi? Onu bilmirəm. Beləsi eləyək görək ki, görünəcək ya yox, mən bir şey görmürəm. Bura naqis gəlir. Beləsi düşür bura. Bu nədir? Beləsi görsənmir. Bilməm. Bilmirəm, beləsi eləsək bir şey olacaq ya yox, amma hər halda bu vəziyyətdə bir şeyə rast gəlirik, kitab göründü. Umaram ki, görünsün. Yəni, mənə belə gəlir ki, görünmür, amma umaram ki, görünsün və biz eləyə bilək ki, bu günləri biraz mən bunu qurtdaladım ki, şey olsun, eləyə bilək kamil görək, amma umaram ki, görünsün. Tamam. Gedək kitabımıza görək ki, bu Muştaq Babanın kitabı, dedik ki, daşla basılan kitablara bənzir və bu da yəni 250 il ola bilər, az olsun ömrü. Bunun üçün bunu bağlıram və oxumuram. Hər halda çapdır, bu çap ikən mənə belə gəlir ki, bunu qoyaq qırağa. Nə cür olub da çap kitablardan görürsünüz ki, o qədər xoşum gəlmir indi, beləsi bir vəziyyətə də düşdük. Muhakimətül Lüğəteynə baxaq ki, bu Muhakimətül Lüğəteyn nə vəziyyətdədir? Muhakimətül Lüğəteyn burada səhifəni kiçiltdik, yerləşdi səhifəyə. PDF-in başında yazılıb Muhakimətül Lüğəteyn və Mir Əlişir Nəvai əlyazma. Üstə yazıb 18 səhifə, yəni 18 səhifədən ibarət bir əlyazmadır. Birinci səhifədə cildi yoxdur. Burada Muhakimətül Lüğəteyni görürük. 277 nömrə vurulub aşağıda böyründə. Burada birinci səhifədə görsəz, əgər burada 736 bir nömrə vurulubdur. Sonra da 277 bir nömrə vurulubdur və aşağıda bir möhür var ki, təəssüflə kamil oxunmağı zordur, çünki rəngi yoxdur. Burada bir ayrı bir möhür görürük ki, bu da ehtimalən aynı möhür olsun və burada da yaxçı görsənmir. Əlbəttə bir Cəfər oxunur. Həzrəti Əli
Acaba bunu biraz yekə sıx oxumaq olar. Bu möhrü Allah, Məhəmməd, Əli, İllallah. Yox, oxuya bilmirəm. Bu oxunmur kamil. Burada bir gözəl şey görürük. Diqqət eləsəz, bir təzhib görürük. Bu təzhib 2 bölümdən ibarətdir. Bir üst bölümü ki, göyə tərəf gedir, bir də orta bölüm. Orta bölümün ortasında bir yazı var. Acaba bu Bismillahirrahmanirrahimdir, ya ayrı bir şeydir? Oxuya bilmirəm. Kufi xəttindən desəm yazılıb, bəlkə də o cür ola bilər, bəlkə də deyil. Birinci səhifənin yazını görürük, yazının səhifəsini görürük və keçirik ikinci səhifəyə baxırıq. Yenə aynı nömrələr burada təşəbbüs 737 və 200. Aha, orada 230. Bu 200, aha, əgər qeysixdir, burada 237-ci səhifə. Diqqət buyurun. Burada 38 olacaq. 278, 277 idi, 278. Yəni bu vərağın bir üzü ağdır, orada nömrə vurmuşdu. Birinci vərağa, ki yazıya, birinci səhifəyə vəraq vurmayıbdı və bu ikinci səhifədə olubdu 278. Bu bir kitabın bir parçasıdır yəni. Yəni bu bir kitabdır. Hangi kitabdır? Onun içində bu 278-ci, 77-ci səhifədən başlayır. Bunun nömrəsi belə gəldi mənə. Yenə bir səhifə yoxdur. 279 və 280 beləsi davam edir. Mənə belə gəlir ki, bu bir kitabın ortasından başlayır, davam edir. Amma nədənsə o görsənmir. Əlbəttə diqqət buyursanız, burada kitabın şirazəsinə baxanda görürük ki, şirazədə orada vərəq var. Ola bilər o birinci vərəq olsun, ola bilər ki, yox. 200 bu hər vərağın nömrəsidir, səfənin yox. Yəni vəraq iki tərəfi var. Deyək A və B tərəfi var, əlif və B tərəfi vardır vərağın. Və bu A tərəfində, yəni bir əlif tərəfində heç zət yazmayıbdır 277. B tərəfində kitab başlayıb yazmağa. Bu birisi vəraq 278, 279 o birisi vəraq və beləsi davam edir. Burada görək neçə səhifədən ibarətdir. Səhifəni yenə yerləşdirək bura. Görək ki, bunun fərqləri nələrdən ibarətdir. Gözəl bir təsribi vardır. Yazılar qərib rəngi ilə yazılıblar, amma bəzi yazılar, ayat məsələn, ehtimalən qırmızı rəngi ilə yazılıbdır, amma rəngi bir zamanlarda dəyişibdir, ya da ki, yox. 3 rəng ilə belə görünür yazılıbdır. Biraz bir solğun bir rənglə, topraq rənginə yaxın bir rənglə, zeytuni, çox belə az zeytuni, yəni rəhsiz zeytuni, sonra biraz tox qırmızı və qırmızı rənginlə bu qərə rənginin ortasındakı əsli yazı qərə rəngidir, yazıları yazıblar. Həm qırmızı var, həm zeytuni var, yəni biraz şeydir. Yazı Çığatay ləhcəsində və türkcədir. Çox gözəl yazılıbdır. Beytilərdən istifadə olubdur və beytilər çox gözəl şəkildə davam edir və kitab qutardı. Yəni 18 səhifə biz burada görürük PDF-də. Kitabın qalanı var. Yəni dedim, bu ehtimalən bir kitabın, bir məcmuənin içindən 18 səhifə Mühakimətül Lüğətin ayrı şey olubdur, yazılıbdır. Kitabın sonunda, kitabın haqqında bir şeylər gördüm, onu oxuyaq, sonra qeydaq əvvələ və başdan başlayaq oxumağa. Farsicuy sözü burada yazıbdır. Cəlibdir. Birinci dəfə mən deyirdim ki, bunu bizim indiki əsrdə dostlarımız bunu yaradıblar, amma mənə indi belə gəlir ki, yox, bunu mən əgər eləyə bilsəm, burada live-larda bəlkə özümü tapa bilsəm, görürəm ki, mən özümü əgər tapa bilsəm, çox yaxşı olar, görürəm ki,
Mən fikirlərim indi əlan görməcə görsəsə çox yaxçılar. Bu əlbəttə bir live indi görsədir. Ehtimalən. Mən fikirlərim indi əlan tamam görsəniz, kitabımız görsəniz ehtimalən tamam gedək onu elə burada qalsın, gedək düzdür. Tamam. Gedək və kitabımızdan oxumağa başlayaq. Və farsi guyların ibarət və əlfazi banida tə'n qılır sərzənişidin qutuldular. Biraz arxalıqdan, dalılıqdan oxumalıyıq. Görək ki, bu nədir? Mən icazənizlə gedim əvvəldən oxuyayım. Çünki bu kitabın axiri oxumalıyıq. Yəni, o axir səfəni ehtimalən 1-2 səfə oxumalıyıq. Görək ki, bu kitab nədir? Bismillahirrahmanirrahim. Dedik ki, ortadakı yazını oxuya bilmədik. Oradan da bir əks salmadıq. Əks salsaq daha yaxşı olacaq. Buradan bir əks salaq. Və sonundan da əks saldıq. Qeyd edirik ki, yenə əvvəldən kitabımızı oxumağa başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillah imtazəl insane əla sairil məxluqat beşərəfin nütq. Çox diqqət buyurun. Kəlmələr çox mühümdür. Allahın Rəhman-ı-Rəhim Allahın adı ilə başlayıram. Allah, elhamdülillahi, şükür olsun o Allaha, həmd olsun o Allaha ki, əmtazəl insanə, insani imtiyaz verdi, yəni üstün tutdu insanı, əla sairil məxluqat, o birisi məxluqat yaradılışlardan üstün tutdu. Beşərəf, nə ilə üstün tutdu insan, niyə onlardan üstün oldu? Diqqət buyurun, çox. Beşərəfin nütq və lisan. Nütq burada da beyin, beyində düşüncə və lisan, dil, danışmaq. Ya da yaxşı ki, nütq elə dildir və danışmaq qabiliyyəti və lisan o dili ki, insan ondan eləyə bilir ki, ağzından çıxan səsləri bir-biri ilə danışsın, mənaları getirsin. Və əzhərə min əzubəti lisanihi və hələbəti bəyanihi səkkərə şükri və əşhədə şühudi vəl-imtinan. Dili ilə də bu Allaha şükür eləməkləri eləyə bildir. Əslin burasının işimcək necədə rübai. Ey söz bilə qılğan afəriniş ağaz. Ey söz ilə afərinişi ağaz edən. Allah özü buzursu da, yəni Allah Allahlığın başlayanda ya göstərəndə desək yaxçıdır. Müsəlmanların dilində Allahlığın göstərir. Yəni Allah həmişə Allah imiş. Yəni zaman ya məkan yox imiş ki, Allah olmasın. Allah hər şeydən öncə Allah imiş və hər şeydən də sonra Allah qalacaqdır. Amma deyir ki, Allah yaradılışda Quranda bir ayə var. Deyir ki, birinci şey ki Allah yaradıb dildir və sözdür. Orada Allah iki hərfi yaradıb, o iki hərfidən dünyalar, bu məcmuələr yaradıb deyib, kun, kaf-ı nun hərfi kun, ərəb dilində, bizim də dilimizdə oğlu, yenə iki hərfidir. Bunu deməklə, tüm bu varlıqlar ki, insanlar təsəvvür eləyə bilmirlər, onların hamısı yaranıbdır. Ey söz billə qılğan afəriniş ağaz, insanını arada ilakan məhrəmi raz. Arada insanı məhrəmi razın elədin özün. Çünki deyir ki, şairlər də bunu deyiblər ki, əlbəttə hədis var ehtimalən ki, ya ayədir, yadımda deyil, Allah əmanəti ərz elədi, yəni verdi, dedi ki, bunu saxla dağlara filana, dağlar dedilər saxlaya bilmərəm. İnsan təhdicə şeydir ki, dedi mən saxlaram, kiçikliyinə baxmayaraq çox bir böyük iddiaya girdi. Ey söz billah qılğan afəriniş ağaz, insanini arada ilakan məhrəmi raz. Çünki cün, kün, fəyəkünsə fəsiğə.
buldu təraz, o sözü dedi. Çün kün feyekun sefesiğe buldu teraz, qılğanani nütq ilə baridən mumtaz. Subhanallah, o şeirlə də həman sözü üstəki ərəbcə yazmışdı, onu təzəşdən türkcə bir şeirlə yazdı. Subhanallah, ney qüdrəti kamilədir ki, insanı xəmmərtü tinətü Adəmə biqədiyyə ərbəinə səbahən kəriməsi mənzuməni birlə. Bir dənə hədisdir gəlib ki, Allahın tərəfindən bir nəfər belə bir söz deyib ki, Allah deyibdir, xəmmərtü tinətü Adəmin tinətin. Tinət şəxsiyyətin desəm daha yaxşıdır. Ya içliğin. Onu xəmir elədim. Xəmiri qatarlar ha. Mən deyir bu Adəmin için xəmirin qatdım 40 gecə günüz. Biyədəyyə əllərimlə. İki əllərimlə, özdə iki əllərimlə 40 gecə günüz bunun xəmirin qatdım bu adamın içində nə olacaqdır. Mən son günlərdə mən normalda İranlılara inanmaram. Onların yazdıqlarına inanmaram. Fərq eləməz bu özellikle Farsların yazdıklarına inanmaram. Çünkü çok yalan yazarlar ve çok iğraq ederler. Düz yazsalar da iğraq ederler. Geçəl derler, şişil derler. Heç zat öz yerinde değil. Orada eşittim ki bir dənə yani İranlı danışırdı, mütəxəssis idi məsələn, bilmirəm indi nə qədər doğrudan mütəxəssis idi. O deyirdi ki bu insanın sellolunun içine açıblar bir sellolunun, geçiblər DNA'nın içine açıblar. DNA'nın içinde bir dana bir şey var, 4 milyonda olan arasında fəzalar eyni yerindən göy qədər arası vardı falan, beləsi bir şey, acib bir şeyler deyirdi. Əgər o doğru olsa ki, məsələn, fəqət o 4 milyonun içinde ya 4 milyon dedi ya 4 milyar dedi, yadımda deyildi o. Onun da içinde dedi, onları da açanda onların da içinde nə 4 dana bir şey vardı, hərəsinin içinde bir belə vardı falan. Çox böyük bir amara çıxırdı. Yəni bir dana sillolun içində DNA-ləri açandan sonra o DNA-lərin içində hərəsində məsələn o birində 40 min dana hərəsinin içində var. Yəni 4 milyonun içində ehtimalən dedi ki, hər bir danasının içində 40 min dana təzəşdən bir ayrı aləm var. Və bunu deməkdir ki, elə doğrudan 40 gün bunları yoğurlamaq lazımdır. Yəni iki əlləri təldi, 100 əli ilə gərək bunları o DNA-nin içinə soxa ki, insan vaqəən əli yaranır, bağlanır, bədən, yəni hər şəkildə çevrilir də, yəni bədən öz-özünə bunları davam edir. Əlləməl əsma'a küllüha, tamam 40 gecə günüz onları əlimlə yoğurdum. Bu kəriməsi mənzuminə birlə, məzmuni ilə birlə, onun mənası ilə birlə, yəni eyni onun zamanda əlləməl əsma'a küllüha, adamlara, insana tamamı adları öyrətdi. Ad yəni dil, dillər. Çünki biz hər şeyi dili adla bilirik. Subhanəl qabiliyyəti birdi, qabiliyyəti verdi. Yəni bu öyrənmək və qabiliyyətini verdi. Və ani mütəkəllim ismi məzhər qıldı. Onu mütəkəllim ismiyle, danışan ismiyle de mütəkəllim müzəhhər ya məzhər qıldı. Ta ol bu məzhəriyyət şərəfidin cəmi məxluqatqa sərfəraz buldu və tüşrif bilə barsidin imtiyaz tapdı. Barsi varlıqdan özü şey oldu, imtiyaz tapdı, bərtər farsça deyilir, üstün oldu. Rübai, yəni ki cü aləmini yaratdi məbud, yəni ki cü aləmini yaratdi məbud, aləm ilika qüdrət ilə birdi vücud, insan idi məqsud ki buldi mevcud, insandın həm həbibi irdi məqsud.
Deyir ki, insanı yaratmaqla məqsud Həbibi, yəni Həzrət Rəsul idi. Mütəkəllimi ki, ərəb füsəhası, bəlağət gülbancının, sipehri gülşənidin, aşurğanda, aynın bülbül nütqi, anın bülbül lütqi, ənə əfsəh. Bülbül nütqi ərəb dilinin Həzrət Muhamməddə, ənə əfsəh sözü ona görə Quranda gəlib, ya Həzrət Peyğəmbər özü deyibdi. Ənə əfsəh tərənnümi bilə alarni, زبان بست و دعوالاری mən bu zəban bəst oxunmur, bu yoxdur. İstəyirəm görüm ki, bu nə oxuna bilər. Zəban məst و دعوالاری avazəsin yerka past qıldı. Rübai ol vaxt ki ni alemi dini adam, o zaman ki nə adam var idi, nə də aləm. Ol vaxt ki nə aləm idi, nə adam, qılmaydur idi. Qılmaydur fe'l mənfidir. Qılmadı bularni sün-i ilki rəqəm. Cün ol devam var. Çün ol üzinin xilqətidin urdidəm, məntuqi idi küntü nəbiyyən fəfhəm. Və sallallahu aleyhi və alihi təyyibin və əshabi tahirin və səlləmə təslimən kəsirən kəsira. Təkəllüm əhli xərməninin xuşəçini və söz dürri səmini məxzəninin əmini və nəzm gülüstaninin əndəlib nəğmə sərayi, yəni Əli Şir əl-mütəxəllis bin nəvayi qəfərə zunubəhu və sətərə uyubəhu. Özün burada tanıtdırdı ki, mən Əli Şir Nəvayi, Əli Şir adıdır, əl-mütəxəllisi bin nəvayi, tanınan Nəvayi adına. Üçün kitabın adını yazıq, ad Muhakimətəl lüğəteyn, əl-lüğəteyn, yazar Əli Şir Nəvayi, 18 səhifə, sayı 18. Dil, Cığatay Türkçesi. Buracamını bildik. Zahirən mənə belə gəlir, bu cümləni ki oxuduq, buradan mənə belə gəlir ki, bunu bir ayrı adam yazıbdır. Bir də oxuyaq. Deyir ki, təkəllüm əhli xərməninin xuşəçini və söz dürriyə səmini məxzəninin əmini və nəzm gülüstaninin əndəlib nəğmə sərahi, yəni Əli Şir Nəvayi əl-mütəxəllisi bin nəvayi qəfərə zunubəhu və sətərə uyubəhu. ehtimalən özü də ola bilər, amma elə bir ayrı adam bunu tərif edir. Dünənki kitab ki oxuyurduq, orada Nəvaidən oxuyurduq. Müntəxəb Divan-ı Nəvayi adında bir kitab oxuyurduq. Orada gördük ki, özün şeirlərin ya şeyin qabil görmür. Bununla belə ki, özü deyir ki, mənim şeirlərimi şahzadələr yazırdılar, göndərirdilər tamam vilayətlərə filana və insanların ağzına düşmüşdü mənim şeirlərim. Amma özümdə bu cəsarəti görmürdüm bunu kitab eləyəm. Çünki ərzişli görmürdüm ki, böyük şairlərin yanında söz ağzımı açam. Amma bugün burada görürük ki, biraz böyük danışır, yəni əslində. Təkəllüm əhli xərməninin xuşəçini və söz dürri səmini məxzəninin əmini və nəzm gülüstaninin əndəlib nəğmə sərayi, yəni Əli Şir əl-mütəxəllisi bin nəvayi qəfərə zunubəhu və sətərə uyubəhu. Mundaq ərz qılır kim, özü yazıb, yox. Mundaq ərz qılır kim, söz dəri durur kim. Söz
Dəri durur kim anın dəryası göngüldür. Şayet söz dərsi durur kim, söz dürridir kim. Söz dürridir kim, anın dəryası göngüldür. Söz bir mirvariddir deyək ki, onun dərya ki orada qalır, o gönüldədir. Və göngül məzhəridir kim, cami-i mənayi, məani, cüzvü küllüdür. Gönül özü də məaninin hamısıdır. Cüz'i mənalar olsun ya külli mənalar olsun. Andaq ki dəryadın cövhər qəvvas vas, andaq ki dəryadın cövhər qəvvas vasitəsi bilə cilve-i nümayiş qılır və anın qiyməti cövhərqə görə zahir bulur. Göngüldün dağı söz dürri nütqi şərifiqə sahib ixtisas vəsiləsi bilə güzariş və arayış görgüzür. Və anın qiyməti həm mərtəbəsi nisbətiqə baqa intişar və iştihar tapar gövhər qiymətiqə nə çox ki məratibi əsru kübdür. Hətta ki bir dirəmdin 100 tuman kaça desa bulur. Hətta ki çox beləsi bir şey dedi. Və anın qiyməti həm mərtəbəsi nisbətiqə baqa intişar و iştihar tapar gövhəri qiymətiqə nə çox ki مراتبی عصر و kübdür. Maratib asru kübdür. Hatta ki bir dirhem, dirhem bir ölçü vahididir. Hatta ki bir diremdin 100 tuman. Tumanı qabaqcın oxumuşuz ki 100 minə deyirmişlər. Mən deyirdim ki 1000 ya 10 minə deyirlər. Baxaram 10 minə. Din 100 tuman kaça desa bulur. Neçəyə desə olar. Amma mən bunu oxuyum görürüm ki bu tuman sözü ki burada gətirir nə deməkdir? Bugün Əli Şiri Nəvahinin Muhakimətül Lüğətinin oxumağa başladıq. Bu ikinci kərədir ki biz bu kitabı oxuruq. Kitabın 18 səhifəsi var. Bu 18 səhifə 9 vərəqdə yazılmış ki, hər vərəqin əlif və B üzü var. Birinci vərəqin əlif üzündə kitabın 270 neçəydi? 7. 277 nömrəsi yazılıb. Bu nömrə nədir deyə axtardıq.
da sonuncu vərəqlərin əlif tərəfində 278, 279, 280 və davam edir. Bu da o deməkdir ki, mühakimətüllüğəteyn bir məcmuə və toplunun parçasıdır. Yəni 276 vərəq bu kitab başlamadan öncə var imiş ki 276-nı 2-yə vursaq elər 552 ki 552 səfhə olur. Bu da o deməkdir ki, çox qalin bir toplunun bir parçası imiş. Bununla belə birinci səfhənin B tərəfində bir və səfhənin üst yarısında bir çox gözəl mavi rəng əsaslı təzhib var ki, 2 bölümdən ibarətdir. Üstəki bölüm açıqdır və göyə ya topluma tərəf açıqdır. Aşağıdakı bölüm bağlıdır. Bu bağlı bölümün ortasında bir qab var ki, içində bir yazı var. Amma yazı küfi xətti ola bilir. Təəssüflə biz onu oxumaqdan aciz qaldıq. Kitab
Çığatay Türkçesi və çox sadə və ravan bir dillə yazılmışdır və aynı əlyazmaların tayıdır ki, Əli şiiri nəvai devranında tüm kitablar o xətt ilə yazılmışlar. Demək olar ki, xətt və yazı sistemi də onun çağında standart olmuş imiş. Çün qələmin və cövhərin kitabın eni və boyu yazının qalinliyi və nazikliyi qara cövhərin hakim yazı cövhəri olduğu və qırmızı açıq abi, qırmızı açıq abi və solmuş zeytuni rəngləri, solmuş zeytun rəngləri ilə yazılırmış ki, bu kitabda da onlardan qərə, qırmızı və solğun zeytun rəngi gözə çarpır. İndi burada yazar bu cümləni işlədik. Cümləni yazaq və oradan keçək kitabın içinə. Burada yazar nə dedi? Dedi ki, kitabın eni mən açıram ki, qutarsın, amma gəldi, yetişdi bura. Tamam. Dedi nə mənə? Göngüldin dağı sözdürri. Bunu yazaq. Göngüldin dağı nə yazıb? Yazıb ki, Köngül yazıbdı. Mən də elə ucuz yazdım. Yəni cil yerlə yazmayacağım. Köngüldin
dağı sözdürri nütki şerefiğe sahibi ihtisas vesilesi bile güzarişi ve arayiş görküzür. Virgül işlənibdir. Birinci dəfə burada virgülü doğru virgül ki, bu cür işlədirik. Görürəm bu kitabda ondan işlənibdir. Qırmızı rənglə. Və aning qiyməti həm mərtəbəsi nisbəti bağa intişar və iştihar tapar cöhəri qiymətiğə nə çok ki maratib asrukub asr ve küpdür. Qeydaq səfərin əvvəlindən hətta ki bildirəm bir dirəmdin 100 tuman kaça disa bulur. Yəni neçəyə desə onu əldə edər. İndi burada tuman sözünün anlamı və lüğətdə mənası nədir? Bunu buradan götürək. Əlbəttə ki, bu birisi yapışdıraq bu 4 danəyə də. Bunlarda da qalsın. Biraz uzun oldu yazımız, amma biz də nə deyirlər? Bunlara bir şey verək. Bu da var. Mən feilən indilikdə hamısından çox bu ChatGPT-dən biraz xoşum gəlir. Amma buna da verək. Bu Copilot da pis deyil əlbəttə. Amma dediyim kimi feili halətdə biz əsla bunlara etimad eləməməliyik. Amma bu şeyi tapsaq, bunun mənasını burada yazsa biz bundan bir tanış olarıq. Vaje tuman, tümən, tumanə, tuman. Dəstəli teynə və nöqtəli tığla yazıbdır. Van vajəsi əz-zəban moğuli, türki moğulist. Türkü moğuludur. Yəni həm türküdə işlənib, həm toğulda ehtimalə həmçisindən gəlibdir. Tuman dəriməd vahid ərziş və bimenay 10,000 dinar است. Niyə ərəbcə yazıbdır bu? Cəlibdir. Aha, bu farsça yazıbdır. Gedək bura. Bu gözəl və dərin araşdırmanız bir əlyazma nüsxə arifinin və karşinasının gözlər ilə baxdığını göstərir.
Mahakimətül Lüğəteyn kimi böyük bir əsərin bu nöqtələri tərsibi xəttinin özəllikləri və rənginin seçilməsi konusundan incələməsi əlyazma dünyasına olan hakimliyinizi açıqcası ortaya qoyur. Sorduğunuz sözcük haqda tuman sözünün lüğətdə və tarixi arxaik mənası 10.000-dən ibarətdir. 10.000 demək, yəni tuman. Bu qədər bizi bugün görər. Hər 10.000 bir tüməndir. Deyir ki, hətta o ki bir dirəmi 100 tuman, 100 dana 10.000 tümən. Kaça, hətta neçyə desə bulur. Neçyə desə bular. Qət'ə. Qət'ə görürük nə deyir? Anın çüni alsəlar, İnçünü yaşa mən burada indi qalıram ki, inçünü oxuyaq ya inxuni oxuyaq. İnçünü oxuyaq. İnci oxuyaq. İnci ni alsələr müfərrih üçün ming bulur bir dirəmğə bir miskal. Bir bulursam ki şəh qulaq salur, qiyməti mülk ibrəsi əmbal. İnci oldu. İnci mürvarid, dür. Türkçəsi. Dür deyəndə, indi hangi dildən, ya elə türk dilidir, ya ayrı dildən borcu alıbdır, bilmirəm. İncini alsəlar müfərrih üçün, müfərrih yəni şadlıq üçün, xoşluq üçün. Məsələn, biri-birinə kado alır, arvadına, özünə falan, qədim bulağa salırmışlar. Adamlar, erkəklər qulaqlarına salırmışlar. Sərvətin görkəmliyiymiş. İndi də elə görürsünüz ki, xanımlar məsələn, hala o dərdəmiri, qızılı qollarına, zadlarına, hətta məsnu belə şey salırlar. Bu, biraz gözəllikdən ötürü ola bilər, amma əslində bir növ görkəmlikdir. Çox da gözəlliyə məncə o qədər təsir etməməlidir. Yəni mənə o qədər gəlmir. İncini alsələr müfərrih üçün ming bulur bir dirəmğə bir miskal. Bir dirəm 1000 ola bilər. Dedik ki, 1000 orada dəldi. Bir bulursam ki şah qulağa salır, bir bulsam ki onu şah qulağına salır, o birini onu bulsam, qiyməti mülk ibrəsi əmbal. Onun şah qulağına salan bir dana bir mülkün qiyməti də əmvalı qədər ərzişi var. Söz dürrinin təfavuti mundin dağini, söz dürrinin təfavuti mundin dağı biğayət raq və mərtəbəsi mundin həm bi nəhayət raqdır. Andaq ki şərifidin olkan bədən və ruh pak yetar. Virgül. Çox gözəl bu virgüldən istifadə edibdir. Birinci dəfədir ki, bir dənə kitabda rəsmi olaraq neçə yüz il bundan qabaq, xüsusən 500 il bundan qabaq, biraz da bəlkə çox bu kitabı yazıbdır və virgüldən qırmızı rəngindən də istifadə edib ki, qatışmasın. Keyfidin həyatlıq tənğə zəhri həlak xasiyyəti zuhuri tar. Qət'ə. Söz cevheridir ki rütbesinin şerhidadır ehli nutq aciz. Söz cevheridir ki rütbesinin şerhidadır ehli nutq aciz. Andın ki ürür xəsis mühlək görgüz küçədir Məsih mücüz. Və bu sözünün tənəvvüi təəqqüldin nari və təsəvvürdün taşqaridir. Taşqar sözü əcəba nə deməkdir?
Kaşqar dışarı sözünün ehtimalən bir şeydir. Taşqar görək nədir? Taşqar nə demək? Taşqar və ya klasik türkçədə taşkari ki oxuyubdur, dəstəli t ilə ya nöqtəli ilə hər ikisini yazıbdır. Əski türkçədə və klasik mutinlərdə çöl, eşi, eşik, çöl. Mən çöl oxudum. Çöl, çöl ilə çülün fərqi nədir? Çöl, eşik. Evdən ya şəhərdən eşiyə ya özümüzdən eşiyə çöl. Amma çül bir dənə cecim kimi bir şeydir ya kilim kimi bir şeydir. Heyvanın üstünə salarlar. Onun da üstündən yəhər, palan, filan zıt qoyarlar. Çöl, eşi, eşik, bəyrağı və içəriyinin qarşısı. Eşik tərəf mənalarına gəlir. Pəs tışqarı elə həman dedi şu dışarının Cığatay ləhcəsində gəlmiş bir sözcüdür. Bu sözünün tənəvvüi təəqqüldün nari, yəni təəqqülün odu və təsəvvürdün tışqaridir. Təsəvvürdən bu dediyimiz söz deyir ki, təsəvvürdən eşikdədir. Əgər mübaliğəsiz icmal yüzidin qələm sürübsə və ixtisar canibidin rəqəm olursa, o bir səfə 70 kimi gəlir. 72 növ bilə təqsim taparı. Dil 72 yerə o təsəvvür, o şey bölünə bilir. Biz bunları bilmirik. Yəni təəssüflə bu günlərdə ki mən danışıram, mən bilmirəm ki bir dili 72 növ şeyləmək nədir deməkdir ya. 72 növ bilə təqsim taparı da. Xud heç söz yoxdur ki 72 firqə kəlamiğə dəlalət qılğay. Deyir, heç bir söz yoxdur ki 72 firqə kəlamə dəlalət qılğay. Amma ülçə ya ulçə ehtimalən ululuq. Ulçə təfzilidir, oldur kim? Rüb-i məskuning. Rüb-i məskun dedik ki o zamanlar Amerika tapılmışmış zahirən. Yəni bunların, müsəlmanların xəbərləri varmış Amerikadan. Adı Amerika deyilmiş. Amma o rüb-i məskun demirmişlər. Ya Avustraliya rüb-i məskun demirmişlər. Ora boşmuş, boş gəlirmiş nəzərlərinə. Ona görə bu tərəflərə rüb-i məskun deyiblər. Rüb də yəni 4-dən 1. Əgər biz bir dənə müstətili ya hər şeyi 4 yerə bölsək, rüb-i məskun onun 4-dən 1-i. Mənə belə gəlir ki, Amerika və Avustraliyanı ən azından tanırmışlar. Ehtimalən Qutbu Şimalı da tanırmışlar, çünki onda olur 4 dana. Rüb-i məskunin 7 iqlimidin hər iqlimdə neçə keşvər var və hər keşvərdə neçə şəhər və qəsəbə və kənd və hər dəştdə neçə xeyli xeyl və səhranişin ulus və hər tağının qullarida və qulləlarida və hər bəhrinin cəzairida və səvahilida ney təvaif var, hər cəmaət ney təvaif, hər taifə ki var, ney təvaif var, hər cəmaət əlfazi özgalaridin, hər cəmaətin o dağlarda, təpələrdə, dəryalarda, cəzirələrdə, hər yerdə ki vardır, deyir olan hər kəsənin öz dili ayrıdır. Bir doxsaq, səvahilidə ni təvaif var, hər cəmaət əlfazı özgalaridin və hər güruh ibarəti yanalardin. Yana, yəni fikrin ki, mənim yanımda bir ayrısı var. Yana, yəni bir ayrı. Və hər ibarəti yanalardin mütəğəyyir və bir neçə, yəni müxtəlif cəhətdən. Yanalardin burada hər ibarəti yanalardin mütəğəyyir və bir neçə xüsusiyyət bilə mütəməyyizdir ki, özqalar
özqalar da yoxdur. Hər dilin özünün bir xüsusiyyətləri, mütəməyyizlikləri var ki, o birisi dillərdə yoxdur. Nə qədər dərin düşünürmüşlər. Nə qədər bugünkü farslar nə qədər dalı qalmış bir millətdir İranda. Ya bəzi millətlər ki, fikirləmə ki, onların dilləri dünyanın ən şirin ya ən yaxşı dilidir. Və ondan yaxşı dil yoxdur. Bizim bu yazarlarımız neçə yüz il bundan qabaq görün, bir də buranı oxusam, yəni mən oxuduqca ləzzət aparıram, bəlkə siz də ləzzət apararsınız. Rüb-i məskunin 7 iqlimidin 7 iqlimə bölürmüşlər. Bilmirəm nə deməkdir. 7 iqlimidin hər iqlimdə neçə keşvər var və hər keşvərdə neçə şəhər və qəsəbə və kind və hər dəştdə neçə xeyli xiyal, səhranişin ulus millət və hər tağının qulları dağın qollarında. Hər dağın o yüzündə məmulən ayrı bir kənd olur, ayrı bir şey olur. Hər tağının qollarında və qulləlarında, hər bəhrinin cəzairida və səvahilidə ni təvaif var. Hər cəmaət əlfazı özqalardın və hər güruh ibarati yanalardın. Mütəğəyyir və bir neçə xüsusiyyət bilə mütəməyyizdir ki, özqalarida yoxdur. Ancaq ki, tuyur bəhayim və sibanın tilları, tuyur uçanlar, bəhayim heyvanlar, siba vəhşilər. Bəhayim ola bilər ev heyvanları olsun, bilmirəm. Yazın burada, soruşun. Soruşaq da, yəni çox da şey deyil. Bəhayim və siba nə deməkdir? Bəhayim, bəhimə sözünün cəmi olub. 4 ayaqlı ev heyvanları dediyim kimi. 4 ayaqlı ev heyvanları. Şimdi qoyunları çıxdı kənara, çünki qoyun getdi tuyurun içinə. Siba sözünün, səbu sözünün əlif eyni ilə yazılır axiri. Siba sözünün səbu sözünün cəmi olub. Yarıcı və ehtiraslı cırtıcı, yəni yırtıcı heyvanlar. Yəni qurd, aslan, pələng, tür kimi. Dedik, yəni vəhşi heyvanlar. Hara gəldik? Ki tüyuru bəhayim sibanın tilları kim? Hər birinin özqaçə xuruş u təkəllümləri var. Hətta bunlar mütəqid etmişlər ki, hər heyvanın özünün bir dili var. Xuruş u təkəllümləri var. Xuruş səslərində hər şey, yəni özünə görə bir sözü vardı və onlar bir-birinin sözünü baş tapırlar. Biri özqaçə özgələrə görə xuruş u təkəllümləri var və qeyri-mükərrər nəva və tərənnümləri, sözləri də ki ağzından çıxırlar, qeyri-mükərrərdir. Bu da cəlib sözdür. Nəva və tərənnümləri, amma cün əlfaz və ibarətdin murad mənidir, ağzımızdan çıxan, məsələn, deyir, nə deməkdir? Bir nəfər məsələn gedibdir, ərəbcə desək beytül xələə, ya müstəraha öskürür. Öskürmək də deyil, amma orada bir şey deyir. Bunun mənası var. Danışmaq da ki, danışmaq da. Yəni mən ələn burada danışıram. Pəs məani və bəyan söz anın, üzr istəyirəm, mən bunu deyirəm. Amma cün əlfaz və ibaratidin murad mənidir. Mənası gərək olsun. Və məzkur məxluqatidin məqsud insandır. Və ol məzhəri məani və bəyan söz anın sözündədir. İnsanın sözündədir o məani. Və təkəllüm anın kəlamidə barur. Baxın, diqqət buyurun. Burada çox zərif bir şeyə işarə edir. Allah, fəlsəfə, irfan. Bunlar heyvanlarda yoxdur. Riyaziyat, həndəsə, nəqş-i təxmaq, tərrahlıq,
təcəssüm eləmək, əlbəttə heyvanlar ehtimalən təcəssüm eləyirlər. Sentez eləyə bilirlər. Heyvanlar çox rahatca sentez edirlər. Mən 2-3 gündür bu acaba nəticə sözü insan alır, ağlı mən sentez bilirəm. Yəni nəticə almaq. Fərqli bir düşüncə ələ gətirmək bilirəm. Mən bilirəm. Ola bilər ki, alimlərə ayrı bir şey bilsinlər. Heyvanlar da sentezə çata bilirlər. Yol tapa bilirlər. Bir çox videolar indi görünür ki, onlarda da görürsünüz, məsələn, qarğa bir şeyi sındırmaq üçün əbzardan istifadə edir, meymunlar əbzardan istifadə edirlər. Yəni yol tapmağa çalışırlar. Və bu da ağıl deməkdir, məncə. Ol məzhər məani və bəyan söz anın sözündədir və təkəllüm anın kəlamida barur. İndi gəldük söz bəyanığa və kəlam dastanığa. Müncə mütənəvvi şəhər və qurav və cibal və səhra və bişə və dərya xəlqi kim yetiladi bitildi ya yetildi. Bitildi ehtimalən bitilmək, yəni zikr olundu ya da ki vardılar, varlıq bitildi və tənəbbü və təğəyyürni şərh etildi üstə, həman bitildi, üstə zikr olunmuşdu, onu dedi. Bitildi və tənəbbü və təğəyyürni şərh etildi ki məcmuida məni ədasida əlfaz tilka gəlir. Əlfaz dildən çıxır və ol əlfazidin məni fəhm bulur. O əlfazdan bir şey biz anlarıq. Barcasidin ərəb dili fəsahət ayini bilə mümtaz və bəlağət təzyini bilə mücizə tərazüdür. Barcası, yəni bunların hamısından, varlıqlardan, var, barcası, var olan dillərdən, barcasidin var olanlardan ərəb dili fəsahət ayini bilə mümtaz və bəlağət təzyini bilə mücizə tərazüdür. Kim heç təkəllüm əhlinin bunda dəvisi yoxdur. Deyir, heç dünyada bir danışan insan buna demir ki, ərəb dili çox gözəl dil deyil. Hamı deyir ki, yəni yaxşıdır. Bunda dəvası yoxdur. Dəvası yəni heç kəs bunun əleyhinə, bu sözün əleyhinə danışmır. Heç təkəllüm əhlinin bunda dəvisi yoxdur və sözü sidq və işi təslim oqdur. Kim məlik Allahum cəlləb əlanın kəlam müciz nizami ol til bilə nazil və rəsul əleyhissalatu və səlamının əhadisi səadət ənzami ol ləfzi bilə varid bulubdur. Və evliyai kibar və məşayix ali miqdar qəddəsallahu teala əsrarəhum kübraq həqaiq və məarif ki soruşublar və məani zibələrin təqrir libasıqa gətirib dururlar. Ol fərqində ibarat və ol xücəstə əlfaz və işarət bilə vaqi bulubdur. Deyir ki, Qur'an bu dildə gəlib deyir, Həzrət Muhammed bu dildə danışıb deyir, məşayix bu dildə yazıblar, danışıblar, müşkilləri həll ediblər, yol göstəriblər. Allah Allah ol ruze-i ruh afza və ruh afzadani muzavret və ol gülşən dil asadani nəzahət. Bəli, görürsünüz ki, əfzadani çoxaldan, gül dilasadani, dilasa farsdır amma dilasadani nəzahətdir. Bu dan sözü görürük ki, farscaya da gəlibdir, türkcədə bu yaradılıbdır. Burada görürük ki, var, işləniblər. Əfzadani dan sözü gəlib burada işlənir, çox da gözəl məni verir. Yəni çoxaldan, çoxaldar hər şeyi, bu məni gəlində yəni çoxaldır bir şeyi. Roze-i ruh əfzadani muzavret və ol gülşən dilasadani nəzahət dürkim
آنین باغبانی و انزلنا من المعصرات ماء سجاجا لنخرج به حبا و نباتا و جنات الفافا کریمسی بله تکلم گلر و اندلیب خوشنواسی نبوت بیانی بله و رسالت نغمه الهانی بله سرود کرکüzür و مذکور بلغان تویوریدین بعضی لو کشف الغطاء ما از ددت یقینا اداسی بله ترنم نهایتیغه یتار و سایر گوشلاری و ولایت اظهاری و هدایت آثاری دین نوای ارشاد آیین و صدای رشاد تلقین اظهار ایتار. بیت چه تا بلغای جهان باقی bu gülşen میوه‌دار olsun. چه تا بلغای جهان باقی bu gülşen میوه‌دار olsun. Harimi da bu bülbüllarga bu gülbanc bar olsun. Mundun sonra üç növ tildir kim asl ve müteberdir. Ərəbdən sonra mundun sonra üç növ tildir ki اصل و معتبرdir ve o tillar ibareti cevheri bile gailinin adasıga riyür ve her gayesinin furui be gayet köptür. Köptür çoxdur. Köp sözü çöptür. İbareti cevheri bile gailinin adasıga riyür. Ehtimalən zivər də oxuna bilər, amma nöqtəsi yoxdur. Qail o adam ki, deyir ağzı ilə deyən. İbarəti gövhər bilə qailinin ədası, nə cür demağı ilə, ədasıqa riyür. Və hər qayisinin, qayi burada genə dedik ki, deyəninin, ya da o ağızdan çıxan sözün, qayisinin furui kiçikləri, bölünmüş parçaları beğayət küpdür, çoxdur. Amma türki və farsi və hindi əsli tillarının mənşəidir. Üç dil, türki, farsi və hindi dili. Bu üç dənə ərəbidən sonra bunlar dillərin əslidir, köküdür. Calibdir ki, dilçilər də bir növ beləsi bir bağlıq bağlayıblar da. Yəni, məsələn, Hindu-Rupayı deyəndə gəliblər belə bir şey deyiblər. Nə bilim, İrani dillər deyəndə belə bir şey deyiblər. Nə bilim, türkik dillər deyəndə belə bir şey deyiblər. Yəni, gəliblər dəstəbəndilıq eləyiblər, dəstə-dəstəyə dilləri bölüblər. Bunlar da o zaman gəliblər, bölüblər, deyiblər ki, amma türki və farsi və hindi əsli tillarının mənşəidir ki, Nuh Peyğəmbər sallallahu aleyhinin üç oğliğa kim Yafis u Sam hamıdır yetişir. Deyir ki, onlar hərəsi bir dil ilə danışıblar. Niyə beləsi olubdur? Bilmirəm ki, necə ola bilər ki, üç qardaş bir evdən hərəsi bir dil yaradar. Biraz yapışdırıblar da, yəni nağıldır. İstəyiblər ki, bir nağıl tapara, deyərlər ki, orada adamlar, geçmiş adamlar aradan getdilər, qalmış adamlar dünyaya yayıldılar, hər kəsən özü bir dil yaratdı. Çünki müstəqil bir adamdılar. Hərəsi müstəqil bir adam olduğu üçün müstəqil bir dil yaratdılar. Adları kimdir? Nuh Peyğəmbər sallallahu aleyhinin üç oğlu kim? Yafis, Sam, Hamdur yetişir. Və bu mücməl, bu kitab təfsili budur ki, bu kitabı ki yazırıq, ya bu cümlə ki dedik, bunun təfsili açıqsaq bunu budur ki, Nuh aleyhisselam tufan təşviridin nəcat. Tufan təşvir, o təşviş ki var idi orada, o nigerançılıq var idi, o su gəlmişdi, onun Nuh aleyhisselam tufan təşviridin nəcat və onun məhləkisiydin həyat tapdı. Aləm mə'murəsi da bəşər cinsiydin asar və insan noidin numudar qalmaydı. Və qalmaydır. İrdi qalmaydır irdi. Yafisni ki təvarix əhli Əbüttürk, Yafisə Əbüttürk yetirlar xəta mülkiga yabardi
Xəta bugünkü Çində, Çin mülkünə. Xəta mülkü haradır? Onu soruşaq, bunda gedək. Xəta mülki haradır ya da hara imiş. Qələt yazmışıq. Əgər qoysan. Özü də oxuyanmır, mənim qələtimə görə bu da qalıbdır. Xəta mülki haradır ya da hara imiş. Hara imiş bunu. Qoymur ki, bunu yazaq. Xəta mülki və ya klassik mətnlərdə daha çox yaygın olan yazılışı ilə xəta. Həm iki dəstəli teynən, həm də burada xəta mülki nə cür yazmışdı? Xəta dəstəli teynən yazmışdı. Biz də onu dəstəli teynən yazdıq, amma deyir ki, 2 nöqtə ilə də yazılır. Xəta mülki əski coğrafiyada və ədəbiyyatımızda Quzey Çin, Şimali Çin və Orta Asiya sərhədlərinin bir hissəsinə verilən addır. Çini iki yerə bölsək, bir güney, bir quzey. Bu quzey, yəni şimal və oradan gəlir Orta Asiya. Bunların birazına, sərhədlərinə, nə deyirlər, hissəsinə verilən addır. Bu ad orta əsrlərdə Avropa dillərində Qatay olaraq keçir ki, Cığatay da buradan gəlir. Yəni o Qatay, Cığatay buradan gəlir. Əlişir Nəvai və başqa böyük şairlərimizin əsərlərində xəta mülkü təkcə xəritə üzərindəki bir yer deyil. Bəlkə şeirin və xəyalın ən zəngin simgələrindən, sembollərindən biridir. Xəta mülki klassik ədəbiyyatımızda 3 böyük özəlliyi ilə tanınır və vurğulanır. 1. Gözəllər yurdu. 2. İncəsənət və rəssamlıq. 3. Müşk və ətir. Tamam. Qala orada şərhlər yazıb oxumuram. Pəs oğlu Yafiz ki, türklərin Əbutürk hesab olur, türklərin atası hesab olur. Xəta mülki ka yubardi və Sami ki, Əbülfərs Farslərin olur, dədəsi hesab olur. Yetlar, İran və Turan və Məmalikinin vustada vali qıldı. Bu da getdi İran-u, Turan-u onların məmalikinin ortasına. Və hakimni kim və hamni kim? Ham Əbülhind deyiblər, ona hama da Əbülhind deyiblər. Durlar Hindistan biladiğə uzatdı. O da getdi Hindistana. Bu bölgəni, yəni Asiyanı bunlar aldılar əllərinə. 3 qardaşlar. Bu da o deməkdir ki, Nuhun tufanı Asiyada olubdu. Əbülhind dibdurlar Hindistan biladiğə uzatdı. Uzatdı, yəni getdi ora. Və bu 3 peyğəmbərzadə oğlad və ətbai məzkur bulğan məmalikdə yayıldılar və qalın buldular. Qalın burada yəni qaldılar. Qalın buldular 2 məna var. Bir qalmaq mənasındadır. Qaldıq, yəni orada oturaq qaldılar. Bir də qalın buldular, yəni çoxlaşdılar. Qalın buldular və Yafiz oğlan Niki Əbutürküdür, tarix əhli ittifaqı bilə dibdürlər ki, nübüvvət tacı bilə sərəfraz və risalət mənsəbi bilə qardaşlarının mümtaz buldu. Yafiz peyğəmbərliğə yetişibdi. Qardaşlarından fərqi, üstünlüğü budur ki, peyğəmbər olubdu. Yəni türklərdə belə bir şey var, düşüncəlik var. Çünki peyğəmbərlərin hamısı düşüncə sahibidir və tazalıqlar sahibidirlər. Heç peyğəmbər özündən qabaqçıların dalısından getməyibdir. Hər peyğəmbər gəlibdir özündən qabaqçıları dəyişdirməyə. Onların əleyhinə inqilab edibdir. Mən bir Günas TV-də 2012-2013-də bərnamələr düzəldirdim. Quran inqilab kitabı. Peyğəmbərlər inqilabçılar. Bu adla başlıq altında bərnamə aparırdım türk dildə.
təəssüflə aradan gedibdir. O çox gözəl mənim nəzərimə bu cür baxmaq lazımdır. Yəni onları Cünaz TV-dən mən bir dəfə də xahiş eləmişəm, amma verməyiblər. Onların CD-lərin təzəşdən yükləməlidir YouTube-a və onları saxlamalıdır, insanların əlinə yetirməlidir. Hətta mənim öz əlimə düşdü, onlar kitab olmalıdır. Bunu istəyirəm deyəm ki, heç Peyğəmbər qabaqçıların yolunu getməyibdir. Qabaqçıların əleyhinə inqilab edibdir. Əslən, Peyğəmbərliğin işi inqilabdır. Mən orada bir söz dedim, həmişə bunun içində daima bunu fikirləşirəm. Allah inqilabı sevir, hətta öz əleyhinə olan inqilabları sevir. Və hər kəs Allahın əleyhinə, hər varlıq ki, hər kəs deyəndə adamdan mənzurum deyil, hər varlıq ki, Allahın əleyhinə qiyam eləyib, inqilab eləyibdir, Allah ona bir məziyyət veribdir. Məsələn, onlardan biri şeytandır. Biri Adəm özüdür. Həzrəti Adəm ilə Həzrəti Həvva, o behiş dediyimiz yer, hər şey vardı, ora cənnət dediyimiz yerdə, bəlli deyil, Quranda demir ora cənnətdir. Bəlkə də deyir, mənim yadımda deyil. O zaman ki, Allahın sözünə baxmır və o almanı yeyirlər, Allah onları oradan atır eşiyə. Oradan atmaq eşiyə, bunlar bir-birlərinə aşiq olurlar. Bunlar bir-birlərinə yaşırlar. Bunlar bir-birlərinə eşq, məhəbbət bağlılar. Bunlar uşaq sahibi olurlar. Orada qalsaydılar, bunların heç birisi olmayacaqdı. Bunlar duyğu sahibi olurlar. Bunlar ehtiyaclarına pey aparırlar. Yəni, düşünürlər ki, mənim buna ehtiyacım var, buna cavab verməliyəm. Əbzar düzəldirlər, imkan yaradırlar. Çünki orada hazır idi hər şey. Beyinlər işlənmirdi, rahatca başını çəkir. Amma burada gəlir bir təbiət ilə rəqabətə. Ya təbiət məni yiyəcək, ya mən təbiəti yiyəcəyəm. Burada adam başlayır təbiət yeməyə. Şeytan Allahla müxalifət edir. Allah buna deyir ki, verdim sənə get ginən adamları, nə qədər başarırsan tuğlacla və qiyamətəcən də səni öldürməyəcəm. Və zahirən də Quranda zəddə mən görməmişəm, bəlkə ola bilər ki, Əzrail, Cəbrail, nə bilim, İsrafil, hamısı öləcək, o mələklərin hamısı. Bir Allahdan sonra hər şey aradan gedəcək. Amma şeytan da qalacaq. Şeytan aradan getmir zahirən. Onun üçün geçmişlərin əleyhinə inqilab eləmək, durmaq və dəyişdirməyə çalışmaq keçdiyi yolu, düşüncəni, yaşamı Peyğəmbərlərin işidir. Heç Peyğəmbər gəlməyib deyib ki, tamam, qabaqca nəcirdə onu davam eləyək. Ya yumuşaq Peyğəmbər İsa'dır ki, gəlir Yahudiyyətin əleyhinə inqilab eləyir. Yahudiyyət də onu dara çəkir. Hətta o qədər Yahudiyyət acımasız bir hərəkətdədir ki, orada heç kəs eləyə bilmir İsa'ya iman gətirsin. İlla bir-iki dənə fahiş edən, nə bilim, oğrudan, əyridən, filandan, bəhmandan gəlirlər iman gətirirlər. İsa Peyğəmbərə. Çünki hər kəs istəyirdi, buna yaxın olaydı, sözünə qulaq asaydı, ya danışaydı, öldürürdülər. Bu, o çətin fəzada danışmaq mühümdür. Bugün bizim İranda bu rejimin qarşısında millətimizin bu vəziyyətində cəsarət eləyib danışanlara Peyğəmbər demək də olmasa, amma çox böyük insan demək olar, inqilabçı demək olar. Yafiz olan oğlan ki Əbültürkdür, tarix əhli ittifaqı billə dibdurlar deyiblər. Dibdurlar ki, nübüvvət tacı bilə sərəfraz və risalət mənsəbi bilə qardaşlarının mümtaz buldu və 3 tilki, Türki və Farsi və Hindi, Bulğay bu üçanın oğlad və ibtidai arasında şayə buldu. Bunların üçü Ham Nuh aleyhisselamğa biədəblik qılğan. Ham ki getmişdi Fars tərəflərinə, ya o şeydi, Hindistana getmişdi, harcısıydı.
Ham Hindistana getmişdi. Ham ki Hindistana getmişdi, Ham Nur əleyhissalamğa biədəblik qılğan cəhəddin anın mübarək klika Ham barəsidə qarğış otub irdi. Qarğış ötüb irdi. Qarğış eləyibdi onu. Bu səbəbdən anın rəngi bəyazı sevdağa mübəddəl bulub. Deyir ki, onu qarğış elədi ki, Allah səni qərətsin. Bizim də bəzi analar təəssüflə uşaqların qarğış eləyirlər. Çox təəssüflə. Qarğış eləyəndə bəzən deyir ki, qaralasan, Bu, o da bir cür bir qarğış eləyib oğlum. O da deyir ki, rəngi ağ idi, qərə oldu. Bir dana, beləsi bir şeydir da, yəni rəngi rəngi bəyazı sevadğa, qərəlğa. Səvad dedik ki, qərəllıqdır. Bizdə ki, savadımız var, qərələri oxuya bilirik. Səvadğa mübəddəl bulub, tili şikəstəlik zahir qılıb. Dili də deyir ki, düz olmadı, sındı. Hindi dili hər halda bizə belə gəlir ki, sınıqdır. Çünki nəzərə gəlir, ağızda buruşur, tökülür yerə məsələn, yaxçı çıxmır. Nəzərə bizə belə gəlir, çünki biz qulaq asırıq, o dildə deyilik. O dildə danışanlar ehtimalən ləzzət taparırlar. Tili şikəstəlik zahir qılıb, fəsahət və bəlağət hiləsidin ari qaldı. Deyir ki, o dil Hind dili fəsahət və bəlağətə yetişmədi. Və oğladı ətbai ki, Hindi keşvəri əhli bulğaylar, loğnuları məktəb əhli məşqi vərəqi dik şəbh rəng bəlkə şəbgun və tilları ətvalının üçi uşalğan qələmidik özqatə əda bilə təhrir və təqrir zivəridin aciz və zəbun qaldılar. Bunların dili haqqında bir şeylər deyir ki, yaxşı söz demir əlbəttə. Vəli belə düşünürdülər, yəni o zaman belə düşünülmüş ki, Hindi dili əhli bulğaylar, loğnuları rəngləri. Məktəb əhli məşqi vərəqi, məktəb yəni uşağa gedənlər, ya əlbəttə o zaman uşaqlar yox ki, mədrəsəyə gedirlər. Elə hər kəs ki, məktəbə gedirdi, böyüklər də gedirdilər bir şey oxumaq üçün. Məktəb əhli məşqi vərəqidik. Deyir ki, onların uşaqlar gedirlər, yazırlar, başarmırlar, yaxçı yazıyarlar, onu deyir. Məktəb əhli məşqi vərəqidik, şibhi rəng, şəbih də ola bilər, şəbih rəng, bəlkə şəbqun, bəlkə qərəq və tilləri ətfalının, dilləri də uşaqların üçü uşalğan qələmidik. Uşaqların üçünün qələm tutmaq kimisidir. Qələmi tuta bilmirlər, düz deyə bilmirlər. Görürsünüz də uşaqlar məmulən kiçik uşaqlara qələmi versəz, xət götürür, bilmir nə çəkir. Orada mənim də nəvələrim var, görürsünüz, bir xət çəkibdir, bir dənə xətdir, əyri üyri. Deyir ki, bu sənsən. Məsələn, məni o cürsi çəkib, məsələn. Təsəvvüründə o çəkibdir onu. Deyir ki, bunlar da o cürsi ətfalının üçü uşalğan qələmidik. Özqata əda bilə təhrir və təqrir zivəridin aciz və zəbun qaldılar. Ansız həm bulmağa kim bir aruq yüzünü mürəkkəb qərası üz yüzləri səfəsidik. Üz yüzləri üzlərinin görüntüsündəndir. Bədənlərinin görüntüsündən deyir. Qəra qılmağlar, qəra qılmağaylar və öz tilləri şikəstə qələm tili bilə əda itmaqaylar. Dillərində elə ki, qələm şikəstə qələmlə, sınmış qələmlə ki, düz təraş olmayıbdır, onunla yazırlar. Tilişəli olur da, yəni siz fikir edin ki, bir dənə ney qələm kəsmişsiniz, onu sındırmışsınız. Əvvəlcə ki, bıçaqla təmiz, onu doğrayasınız, eləyəsiniz, onu sındırmışsınız, ondan bir şey yazırsınız. Çox xoş görünən bir xətt olar. Qələm tili bilə əda itmaqaylar. Amma ol səfhəyi rəqəmin üzlaridin özqa kişi bilməz və ol kəlağı palarni ol səvad əhlidin özqa bir ad
oqumaz. Deyir, oranın içindən özgələri oxuya bilməz onların yazdıqları nədir. Hind xətti biraz çətin gəlir nəzərə. Ol səbad əhlidin özqa birad oqumaz və özqa bir oquması ehtimalən o burada yazılıb, bir də burada yazılıbdır. Özqa bir oqumaz və fəhm qılmaz, anlamaz da. Cün ərəbi til və məqal bilə kəlam və hindi əlfaz bilə müzəxrəfat nafərcam biri qayət şərəf və ülüv mənzələdin və biri nəhayət nühusət və dənüv mərtəbədin aradin çıxdılar. Deyir ki, İki dana dil burada aradan çıxdı. Biri çox-çox yaxşı idi, ərəbi dili, biri çox-çox pis idi, hindi dili. Deyir, bunlar ikisi aradan çıxdılar. Qaldı iki dana ortada. Çıxdılar, aradan çıxdılar. Qaldı türkü əlfaz bilə məqsud ədası və farsi ibarət bilə kəlam mənası. Andaq məlum budur ki, türk sarəddin sart, sərt, ağır. Sart, indi də Türkiyədə sərt deyə işlədirlər. Yəni, möhkəm, ağır, dayanaqlı, zorlu, çətin hətta bu anlamda gəlir. Andaq məlum budur ki, Türk sart din tiz fəhmi uraq, sart din möhkəm, sartdır, sart din, yəni sartdır, sərtidir. Tiz fəhmraq və bülənd idrakraq və xülqəti ya da xilqəti safraq və pakraq məxluq bulubdur. Və sart türk din təəqqül və elm dəqiqraq. Bir də buran sonra pakraq məxluq bulubdur. Və sart türk din təəqqül və elmi dəqiqraq və kəmal və fəzl fikrəti da əmiqraq zuhur qılıbdır. Türkdə əql və elm dəqiqlikdə və kəmal və fəzlin, fikrin kəmal və fəzlində əmiqraq zuhur qılıbdır. Belə düşünülmüşlər ki, türk insanı, türk dili elmi və əqli dəqiqlik düşür. Vaqiət budur ki, türk filosofları Ərəb dünyasında, İslam desək, müsəlmanlar, İslam yoxdur. Müsəlmanlar dünyasında ən çox filosofu olan millət türkdür. Ondan sonra Əndolosdur zahirən. Ərəblərdən filosof çıxıbdır, demirəm çıxmayıbdır, amma mənim də xəbərim yoxdur qədər. Farslardan filosof çıxmayıbdır. İlla sonralarda ehtimalən bu işraq fəlsəfəsi, ehtimalən o da kökünə baxmalıyıq, görək ki, dədənənəsi kimdir, ya cəddi babası kimdir. Türk din təəqqül və elmi da dəqiqraq və kəmal və fəzl fikrəti da əmiqraq zuhur qılıbdır. Və bu hal türklərin sidq və səfa və tüz niyyətidin və sartlarının elm-i funun-u hikmətidin zahir durur. Deyir, bu da bunların danışıqlarında, niyyətlərinin pak sadə olmaqlarında, elm-i funun-u hikmətdə zahir görünür ki, bunlar şeydirlər. Vaqiyyəti budur ki, türklər sadə adamlardılar. Bu da çox önəmli bir şeydir. Və lakin tillari da kəmal-u nüqsan heysiyyətidin fahiş təfavütlardır ki, əlfaz-ı ibarat vəz qılır da. Türk sartiqə faiq gəlib. Türk çətinliğə faiq gəlibdir. Yəni, zəfər qazanıbdır. Çətinliğin əleyhinə eləyə bilir ki, zəfər qazana, piruz ola. Türk sartiqə faiq gəlibdir və öz əlfazı da işarət, ibarətə məziyyətlər körküzübdür ki, öz məhəllidə inşallah məzkur bulğay yana türkünün bulğay yana ya da yana türkünün mülayimət təbinin sartidin artıqlığa dəlili mundun vazih raq və şahidi
mundin layihlaq bula alır. Bula alır. Bula alır mı kim? Bu iki taifənin yigiti və qarısı, yigit cavan burada anlamına gəlir. Yigiti və qarısı bəlkə uluq din kiçik barısı, uluq böyükləri, uluqdan kiçiyə, böyükdən kiçiyə, uluqdan kiçik barısı varlığı arasında ixtilat ələs-səviyyədir. Qarışıqlıq ələs-səviyyədir. Hər miqdar ki bu birinin biri bilə, o biri bilə amiziş və güftügüzari bar ol birinin həm bu biri ilə həmanca təkəllüm və güftari bar. Çox gözəl dedi. Hər miqdar ki bu birinin ol biri bilə amiziş və güftügüzari və bar ol birinin həm bu biri ilə həmanca təkəllüm və güftari bar. Və sart arasida əhli təb-ü danış və zümre-i ilm و zehn و biniş çöpraq yəni çox çöpraqdır və türk ilida iclaf و sadə ilsart din ziyadədir. İclaf sözünün mənasını bilmirəm. İclaf nə? Beləsi bir şey oldu burada. İclaf nə demək? İclaf ərəbcədə əclaf sözünün cəmi, təkəllifi, cılf sözünün cəmidir. Tamam, cılfı da Təbrizdə çox işlənər. Filankəs cılfıdır, yəni ki biraz açıq danışır, biraz şuxluqlu danışır. Bəzi sözləri şərək deməyə deyir. Açıq danışan, pis, biraz da ədəbsiz danışan. Cılf biraz ədəbsiz. Hər şuxluğu eləyən filan bu cür bir şey. Hardaydı, itirdik. Və türk ilida əclaf və sadə ilsart din ziyadədir. Deyir ki, bunların da içində cılflıq var. Və türk ilida əclaf və sadə sartı din ziyadədir. Sadə dil ya sadə il. Sadə insanların sayı, əclaf-ı sadə. Cılf danışanlarla sadə danışanların sayı sərt danışanlardan çoxdur. Və türk ilida, bu bir vaqiiyyətdir təəssüflə. Mən də buna inanıram ki, əlbəttə dünyada mənim baxışıma görə və axtarışıma görə dünyada belədir ki, cılf insanların tərəfdarı çoxdur. Ciddi insanların tərəfdarları, düşüncə sahiblərinin tərəfdarları yoxdur. Məsələn, filosofların Amerikada tərəfdarları 10.000-ə çatmır. Amma məsələn, bir dənə xanım ya ağa ki, məsələn, cılf danışır, coç deyir, gülməli, çox söyüş verir hətta. Ya məsələn, bədəninin bəzi bizlərə önəmli olan bölümləri özəlliklə ki, məsələn, görsətməməlidir. Məsələn, məhrəmdir, öz aramızda qalmalıdır. Onları, məsələn, biraz göstərmə, ona görsün ki, milyonlar ona tərəfdardılar. Dedi ki, türk ilida əclaf-ı sadə ilsart dinə sart din ziyadədir. Amma türkinin uluq din kiçiyi, böyükdən kiçiyə, amma Türkinin uluqdin kiçiyə dikincə və nökərdin beyga dikincə sart tilidin bəhrəməndurlar. Amma deyir ki, fərq eləməz. Türklərin kiçikdən böyüyə, nökərdən ağıya hamısında bu sərtdillik vardı. Bəhrəməndurlar. Andaq kim o bu kəlməni oxuya bilmirəm nə olacaqdır. Öz huzda həvaliğə, öz huz ehtimalən öz huz bir yer olacaqdır. Ya da o zuhuzda, zuhuz. Andaq kim o zuhuzda həvaliğə görə ayta olurlar.
Bəlkə bəzi fəsahat bu nə demək olar? O, mən bunu yazdım, görüm ki, nə deyir. Bunu yazaq, görək bunun mənası nədir? Andaq kim? Andaq kim öz xuzda həvaliğə görə ayta alırlar. Ayta alırlar. Nə deməkdir? Görək bu cümlədə bizə nə deyirmiş ki, mən onu anlamadım. Özxuz ehtimalən bir torpaq adı olacaq, bir şey adı olacaqdır. Görək ki, əgər gətirsə, bəzən bu da görürsünüz ki, gedir bir ağır fikrə gedir. Bu cümlənin anlamı belədir. Necə ki, öz hüququnda, öz hüquqda ya öz yerində, öz durumunda həvaliyə ətrafdakılar başqalarına görə deyirlər və ya hər kəsin öz yerinə və durumuna görə ətrafındakılara dediyi kimi. Bu anlamda deyir gətiribdir. Andaq kim, necə ki, özxuzda, öz hüququnda, öz yerində, həvaliğə görə, bilirik nədir? Yəni, ətrafına görə, yaxınlarına ayta alırlar, deyə bilərlər. Söz deyə bilərlər. Pəs tamam, burada gəldik bura, bunu anlamağa çalışdıq. Pəs andaq kim öz huzda əhvaliğə görə ayta alırlar. Bəlkə bəzi fəsahət və bəlağ bilə həm təkəllüm qılırlar. Hətta türk şüərası kim farsi til bilə rəngin əşar və şirin guftar zahir qılırlar. Amma sadat, görürsünüz, burada indi farsicuları işlədəcək. Farsicunu deyirəm, bəlkə birinci dəfə bu işlədibdir. Zahir qılırlar, amma Sart Ulusinin ərzalidin əşrafi, ərzal, ərazil sözündən gəlirdi. Ərazil sözü də budur. Ərzəl, əşağa. Əşağadan ta əşrafına qədər. Amma Sart Ulusi, Sart sərt, möhkəm. Amma Sart Ulusinin ərzalidin əşrafiğə ça və amisidin danışmandiğə çə heç qayisi Türk dili bilə təkəllüm qıla almazlar. Və təkəllüm qılğanın mənisin həm bilmazlar. Əgər 100 din, bəlkə 1000 din biri bu dilini örganib, söz etsə həm hər kişi işitsə bilir və onun sart anqanın fəhmi qılır. Anqanın olacaqdır. İnqanın fəhmi qılır və ol mütəkəllim öz dili bilə öz rüsvalığı özü iqrar qılğandık dur və Türknin əsl xilqətdə sartdin təb'i mülayimraq irkan ka mundin bul əcəbraq ta tanıq. Mundin bul əcəbraq, bundan daha əcib, əcəbraq tanıq yoxdur. Tanıq ehtimalən tanıq mənasına gəlir. Baxaq görək ki, bu tanıq nə deməkdir? Tanıq. Tanıq nə deməkdir? Tanıq gözlərinin işığından yaradılmış bir vətən. Şeir elədi. Bundan bir şeir çıxartdı. Tanıq
Dilin qürbətdən uzaqlaşdığı son söz yurdüdür. Bu dünyanın köhnəlmiş kitablarında səni axtarmaq bir ömürlük ibadətdir. Sən buraxdığım iz, ürəyimin ortasında dayanan bir əbədilik tanıqsan. Tanıq orada tanıq sözü, tanıq. Bir şeir yazdı o kəlməyə. Mən bunlar hərdən şeirlərimi, şeir kimi olan yazdıqlarımı bundan paylaşıram. Ona görə bu da bəzən mənə o cür belə cavablar verir. Tanıq yoxdur, tanıq yoxdur ki, heç qayisi bunun müqabiləsində dəm ura almazlar. Və sart bacməim və əcməihüm və sart və əcməihüm əgər türk ibarətidə sida acizdir, mühik həm bar nə üçün ki, türk əlfazı vazi'i əsrü küp vəqtdə mübaliğə izharı qılıb cüzvi məfhumat üçün əlfazı vəz qılıbdır ki, sahibi vüqufi kişi ta zahir qılmaz, inansa həm bulmaz. Ancaq ki, qovurmaq və quru qaşmaq və bu şeir misal verir bu kəlmələri. Bulmaz. Ancaq ki, quvarmaq və quru qaşmaq və uşarmaq və cicaymaq və üngidaymaq və cigərimaq və dümsaymaq və umunmaq və usanmaq və angırmaq və ikarmaq və uxranmaq və tarıqmaq və aldamaq və arğadamaq və işanmaq və iklanmaq. Bu kəlmələr türkcə, bunların mən təəssüflə bunların mənasını bilmirəm. Və ilanmaq və irkanmaq və irkamaq və irikmaq və irikmaq və iranmaq və avunmaq və qıstamaq, qıynamaq, quzğalmaq, savrulmaq, çayqalmaq, düdaşımaq və qıymanmaq, qızğanmaq, nikamaq, silanmaq, tanlamaq, qımırdamaq, sıyırmaq, sırmamaq, kənarkamaq, sığırqımaq, sığınmaq, qılımaq, yayınmaq, mınklanmaq, indamaq, tirkamaq, yeturamaq, qınqaymaq, şığaldamaq, singramaq, yaşqamaq, isqarmaq, künkranmaq, soxranmaq, sipamaq, siyapamaq, qaralamaq, surkanmaq, koymanmaq, ingranmaq, tuşalmaq, munğaymaq, tapxaqamaq,
tapxaqamaq, tapıq qamaq, tapıq qamaq, tapıq qamaq, tapıq qalmaq, görküsamaq, görküsamaq, buşurğanmaq, buxsamaq, gərkinmaq, sukadamaq, busmaq, burmaq, turmaq, tamışmaq, qahamaq, sıqarmaq, sıçarmaq ya da cıçarmaq ola bilər. Cıçarkamaq, çıçarkamaq ya da cıçarkamaq. İkisi də oxuya bilərəm. Curkanmaq, urtanmaq, sızğurmaq, çupkılaşmaq, çürpkılaşmaq, çörpləşmək məsələn. Çörpləşmək, çupurtmaq, cırğamaq, biçmaq oxumalı, biçmaq, giqzanmaq, süngürmaq, gündalatmaq, kundalatmaq. Bunu mən bilirəm, kündələşmək nə deməkdir? Kumurmaq, yıkırmaq, kunkurdamaq, kinarkamaq, gizarmaq, döptülmaq, çıdamaq, tuzmaq, qazğanmaq, qıçğılamaq, kansıramaq, yadamaq, qadamaq, çıqanmaq, göndürmək, köndürmək ya da kondurmaq kimi, kondurmaq, sondurmaq, suğlatmaq, bu yüz ləfzdir ki, qərib məqasid ədasida, bu yüz ləfzidir ki, qərib məqasid ədasida təyin qılıbdırlar ki, heç qayısı üçün sart tili da ləfz ya yasamaydırlar. Deyir ki, özgələr bunları deyəməzlər, yasaya bilməzlər. Yəni, yasamaq burada, yəni qaydasız şəklində bunları deyə bilməzlər. Necə ki, gördünüz, mən də bunu deməkdə zor düşürəm. Bu da bunu göstərir ki, mən də türk dilinin əsl kəlmələrində zorluq çəkirəm. Ki, heç qayısı yəni deyən, qayısı üçün sart tilidə ləfz yasamaydırlar. Ki, barcəsi mühtacun ileyhidir ki, barcəsi hamısı mühtacun ileyhidir ki, təkəllüm çağıda kişi anqa mühtac bulur kupi, andaqdır ki, əsla anın məzmunin təfhim qılmaq bulmaz. Və bəzi ni ki anqılatsa, bulğay, hər ləfz təfhimi üçün neçə ləfzini tərkib qılmağınca bulmaz. Ol dahi ərəbi əlfaz mədədi bilə və türk əlfazı da bu növ ləfz küp tabulur. Deyir ki, istəyəsiniz bu kəlmələri açasınız, neçə dana kəlməni gərək bir-birində düyünləyəsiniz, bir cümlələr qurasınız ki, bu türk kəlmələrini anladasınız. Onu da ərəbcə kəlmələrdən gərək istifadə edəsiniz. Yəni, farsca ya hindicə bunu eləyə bilməz açıqlasın. Əcəb sözlər tapıb o zamanlarda bunları yazıbdır. 100 danasını yazıb əlbəttə. Çünki türklər bunları rahat deyə bilərlər. Qayda qanuni ilə deyə bilərlər, amma obrislər deyə bilməzlər. Bunların mənasını anlatmaq üçün də cümlələr qurmaq lazımdır və ərəbi dilindən borc almaq lazımdır ki, bunları anladasan. Dedi ki,
barcəsi muhtacun ileyhidir ki, təkəllüm çağıda kişi anga muhtac bulur, kupi muhtac bulur. Kupi andaqdır ki, əsla anın məzmunun təfhim qılmaq bulmaz. Və bəzini ki, anglatsə bulğay, hər ləfz təfhimi üçün neçə ləfzini tərkib qılmağınca bu bulmaz. Ol dağı ərəbi, ol dağı o dahi da ol dağı ərəbi əlfaz mədədi bilə və türk əlfazı da bu növ ləfz küp tapılır. Küp tapılır, yəni çox tapılır. Bu yüzdana deyir də, yəni deyir bunlardan çoxdur. Məsələ bunda bəlkə bu məzkur bulğan 100 ləfzidin bir neçə ka məşğulluq qılıb ta sabit qılalı ta xəsm müqabili da ilzam bulsun. Deyir ki, fəqət bu 100 dananın nümunə içidir. Moş nümunəyi xəlvar farsça deyiblər. Deyir ki, məsələ bu məzkur bulğan 100 ləfzidin bir neçə, bu 100 dana neçə məşğulluq qılıb sabit qılalı ta xəsm, o zaman da fars türk davası var imiş, ta xəsm müqabildə ilzam bulsun ki, özqalarını munqa qiyas qılsın. Şəra əkabiriydin ki, bəzi mi tərifi da mübaliğə qılıbdurlar və bu mü'təddün bih etiyad olunmuş bir, adət olunmuş bir şeydir. Ki bəzi şəra əkabiriydin ki, bəzi mi tərifi da mey ehtimalən mey tərifi da mübaliğə qılıbdurlar və bu mü'təddün bih əmridir ki, mey içmaq qəvaidi da söz küp sürüb, küp yəni çox, zərafət nəhayətsiz zahir qılırlar. Biri siqarmaq, sip qarmaq ləfzidir ki, mübaliğə mündin utmaz. Türkçə şeir gətirəcək. Türkçə nəzmida bu mətlə bardır ki, mətlə yəni bir dənə şeirin başlanışı belə başlanır. Türkçə nəzmida bu mətlə bardır ki, bar durur kim beyt. Saqiya tut bavdə kim bir ləhzə üzündin marayı. Saqiya tut bavdə kim bir ləhzə üzündin marayı. Şərt bu kim hər neçə tutsang ləbaləb sipqaray. Şərt bu kim hər neçə tutsang ləbaləb sipqaray. Aya sipqaray ləfzi məzmuniğə yetqanda farsi şeiri da ni əlac qılğaylar. Aya bu sipqaray ləfzi məzmuniğə yetqanda farsi şeirdani əlac qılğaylar və tamşımaq ki qaviyət zövqdin bat içmaz və ləzzət tapa az içar. Bu qərib məni ədasida təkcə da bu mətlə bardır. Çox cəlibdir. Tamşımaq, biz indi deyirik tammaq, yəni ağızda tamsımaq. O tamşımaq həmən tamsımaq. Onu deyir ki, qaviyət zövqdin bat içmaq və ləzzət tapa az içar. Bu qərib məni, o məni ədasida türkcədə bu mətlə bar kim beyt. Saqi çu içib manga tutar quş, tamşi anı qilay nuş. Və bu xasmaq ləfzi ədasida türk bu mətləini deyibdir ki, beytcənə.
هجران دوهیدا بو حساب من بلا حساب من بلا آلمان نتای هجران دوهیدا بو حساب من بلا آلمان نتای می علاجم در توپوب در fənağa az mitay. Bir də oxuyayım bunu, görüm oxuya biləcəm düz. Hicr enduhida indi oldu. Hicr enduhida bu xəsab min bila alman nitay. می علاجم در توپوب در fənağa az mitay. Farsi Guy Türk, burada ben bunu bir ahirde okumuşum ama burada Farsi Guy dedi. Farsi Guy Türk biklar bekler. Farsi Guy Türk biklar ve mirzadelar bu xısmak ni Farsi tilbile tilaselar çe eda qılğaylar ve şiirinin bina ve medari eşkge uyurulur ve aşıklıkta yığlamaktan külli iraq ve daimi iraq emr yoktur ve anda tenebbü bar yığlamsınmak mezmunida çe Türk mundaq diptür çi beyt. Zahid eşkin dese çe qılğay faş. Zahid eşkin dese ki qılğay faş. Yığlam suyusuz. Zo gözika gilmas yaş. Ve inramak ve singramak kim derdi bile yaşurun ahiste ya da abiste. Abiste yığlamaktır ve var. Yığlamaktır var alari. Var aralida tefavut az tapılır. Türkçe'de bu mətlə bar kim beyt. İstasam dur əhlindən, dövr əhlindən. İstasam dövr əhlindən eşkingehi penhan ilamak. İstasam dövr əhlidən eşkini penhan ilamak. Gecelerce ingramak dur adetim ki singramak. Farsidə bu məzmun bulmağay şair ney çarə qılğay və sıqtamaq kim yığlamağa mübaliğədir. Türk bu növ əda qılıbdır ki beyt. Tamam, devam edir. Təxəssüsü bəhslərə girdi. Çox ağır bir bəhslər oldu. Gedək kitabın son səhifəsini oxuyaq və qutaraq. Son səhifədən biraz çox oxuyacağıq. Çünki son səhifədə azdır. Biraz hətta bəlkə bu səhifəni kamil oxudum. Bu səhifə yarımı kamil oxudum. Çeşmidin bəlkə şuaray qudsi nəfs məsih dəmdin vaqi bulmaydur və əlaqəcir girmaydır və İraqa girmaydır. Vaqi buldu və İraqa düşdü və anın zulal həyatinin feyzi qoyaş çeşməsidin utkali yavuşti və bu taifənin bi bəhrələri bu ruhi nəqdidin bəhrəyab və ləb teşnələri bu ab həyatidin sirab buldular.
با وجود bu سلطان سلاطینین کیمیا اثر خاطری و خورشید آثار زمیری dağı munga mail ki Türk nazimleri öz əlfazları bilə şeirə məşğulluq qılğaylar və göngülğüncəsi dağidin ki heç ki biclar cırmanıb ki piclar cırmanıbdır bəhar nəsimi dik ənfas bilə gəldik açılğaylar və iltifat و ehtimam yüzidin bəzi mənilar tapıb nəzm qılırğa hökmlar həm cari buldi və söz əslü biğə təyinlər və ədasiğə üslubiğə söz üslubiğə Üslub sözü mən dedim bəlkə ayrı bir yerdən gəlib, amma görürəm ki, bu da Türkçədə qədimdən işlədirmişlər. Nəzm qılırğa hökmlar həm cari buldu və söz üslubiğə təyinlər və ədasiğə təlimlər həm izhari buldu. Türk ulusinin xoş təbii binləri və بگلاری و میرزادلاری و صاحب ذهن پاک تبلاری و آزادلاری آنداک که جیراک مشغول جرکمان آنداک که جیراک مشغوللuk اسبابın tuza almadılar ve ol no tabi neticesi görcüza almadılar ki andın xoşcuyluk ümidi tutsa bulğay bəlkə bu umidini alarning özkari haliğə yavutsa bulğay türferaq bu kim? Bu nوع padişah سخندان ترغیبی و تلقینی و احسانی و تحسینی قاعده متابعت و موافقتنی unutup قاعده مطابقت و موافقتنی unutup و جاده نافرمانlıq و زلالتنی tutup küpi bəlkə barisi farsiğə mail buldular və ol tilbilə nəzmiğə qayil bu iş mundin özqa bula almaz که ترک تیلی تعریفی دا آنداق چی یگاری راق مذکور بولدی با وجود الفاظ کسرتی و عبارات و وسعتی و معانی غرابتی و ادا سلاستی دلپذیر باغلماقته صعوبت بار و دلپسند ترتیب bir makta təb-i-rəncü uqubət tapar. Lazım göründü Türk dili şərhida bir neçə vərəqə zeyb arayiş bir maq və onda Həzrət Sultan Səlatin mülayimət təb-i məharət zehnların şərh etmək və Humayun rayları tərtib bir kan divan babida bir neçə söz güstahlıq yüzündən sürmaq və ol Həzrəti Kəmal danalıq və vüqufi təvanalıq nəhayətidin bu fən əshabiğə və bu fəzl ərbabiğə təlimlər birib və təlqinlər qılıb bular ol Həzrətinin dəqiq sözün ya yankılamay ya yankılasa təlqinlər qılıb bular ol Həzrətinin dəqiq sözün yankılasalar buyurulğan yusun bilə əməl qılmay ya qıla almay bu zəif xaksar ol Həzrətinin qudsi nəfəsi pasini asrab
asr ab و واجب الإذعان asrab و واجب الإذعان hökmlarığa itaat və fərman bərdarlıq qılıb göngüldün və tilimdin kilkanca gəldikcə, yəni kilkanca və qələmim və ilikimdin qüvvət fəhmi qılğanca ol həzrətqə ba vücudi bəndəlik və ol bəndəlik bilə səadətməndilik və fərqundəlik şagirdlikqa daği özümni müşərrəf və ərcmənd və mübahi və sərbulənd qıldım və illər türk dili və nəzmi qaidə və üslubida bilmakanlar yəmini sürüb və bilmakanlarımı sürüb və müşküllarımni həllal müşkülatım tabuğida ərzığa yetgürüb azim faydalar tapıb külli nəticələr gördüm. Ol həzrətinin təlimi və tərbiyəti bilə və rəhnumalığı və təqviyyəti bilə işim ol yerka yetti kim ol həzrət öz pak təbilari nəticəsiydin zahir bulğan risalə ki öz məarif nigar kilki təhriri irdi və öz lətayif asar nütqü təqriri ilqa bimni yuqari əda qıldım ki ney unvan bilə səbt qıldılar ki mükərrər qılmaq hacət irmaz bu bəndəğə həm cün bu növ-i əzim dövlət ki haqqı subhanə və təalanın el-mütəkəllim dikan ismiğə məzhəriyyət bulğay və xəlaiq arasida təkəllümdə əqran و əmsal din imtiyaz و etibar və uluq ad bilə ad üstün ad, yuxarı ad uluq ad bilə avazə və iştiharğa ki ol həzrətinin inayət ehtimamları bais buldi və yuqari məzkur bulğan dəvavin və məsnəvi və sair kütüb və rəsail mənəvi ki ta aləm binasidir bu taifə heç kimka ictimai dəst bir mayüdür verməz və ixtirai müyəssər bulmayüdür dəst birdi əl verdi və müyəssər buldu əgərçə barçani ol həzrətinin şərif ismiğə müxəyyəl və humayun əlqabığa müzil qılıb min bularni sair inayatlar müqabilisida tutub əl-mütəkəllim ismiğə məzhər yetim üzriğə türki və sard lüğəti, keyfiyyəti və həqiqəti şərhi da bu risaləni cəm qılıb bitdim yəni qutardım və anga muhakimətül lüğəteyn ad qoydum. Son səfərdə deyir ki, özüm mən buna muhakimətül lüğəteyn ad qoydum ta türk ili fəsahət və diqqəti və bəlağət və vüsəti ki ol həzrət bu til və ibarət bilə nəzm bəsati tüzüb durlar və məsiha ənfasi və xızr zülalidin ululuq yetər gözmaq təriqin aləm əhliğə görcüzüb durlar zahir qıldım və xiyalimğə mundaq gəlir kim türk ulusi fəsihlarğə uluq haqq sabit qıldım böyük bir haqq deyir ki sabit elədim ki öz əlfaz və ibaratları həqiqəti və öz til və lüğətləri keyfiyyətidin vaqif buldular və farsi guylarının ibarət və əlfaz banida və farsi guylarının ibarət və əlfaz babida təni qılır sərzənişidin qutuldilar
Farsi yazanlar deyir ki, bunu sərzəniş edilər türklər, deyir oradan qurtardı. Bir də və farsi cüyların ibarət və əlfazı babida təni qılur sərzənişidin qutuldilar. Qutuldilar alar dahi alar yəni olar. Alar dahi rəncü məşəqqətim müqabili sida cün bu məxfi elmidin ki zahir qılıb min və vüquf tapsələr ümid ol kim bu fəqirni xeyri duası bilə yad qılğaylar və ruhumni anın bilə şad qılğaylar. Rübai bu namə ki yazdı qələmim tartıb til tarixin anın cəmadül əvvəl bil. Pəs tarix gedək budayacaq cəmadül əvvəl. Bu namə ki yazdı qələmim tartıb bil til tarixin anın cəmadül əvvəl bil günün rəqəmini çarşənbə qıl çarşənbə qıl günün rəqəmini çarşənbə qıl 900 yıldan ötüb irdi 5 yıl. 900 ildən ötüb irdi 5 yıl hicri. 905. 900 yıldan 9. yüzyıldan ötüb irdi keçibdi 5 yıl. Vəssalam. Bugün çox bir gözəl kitabla məşğul olduq. Cığatay türkçəsində yazılmış adı Muhakimətül Lüğəteyn. Bu ikinci dəfədir bu kitabı oxumağa çalışıram. Keçən dəfə çox çətinlik çəkmişdim. Yadıma gəlir bəlkə 1 il yarım 2 il bundan öncə idi. Əvvəllərdə başlamışdım bu kitabı. Ehtimalən 10-20-ci cələsələrdə bu cələsələrdə rast gəlmişdim. İndi 456-cı cələsədə oxudum. Qələtim çoxdur. Çox yerim bilmədim. Amma hardan hara gəlmiş. Çox şükür olsun. Allah Rəhman Rəhimə həmd və spas olsun ki bu məhəbbəti türk dilinin, tarixin, ədəbiyyatın, elmin, fikrin, hünərin, incə sənətin yaratdığı tüm uyğarlıqların ən başında gələn iki uyğarlıq var. Biri dil, biri yazı. Allaha şükür olsun ki mənə lütf elədi və mən bu günləri bəşərin yaratdığı və türklərin yaratdığı iki ən mühüm uyğarlıq ki, tamam uyğarlıqlar bu ikisinin içində bizə gəlib yetişibdi. Dil və yazı, bununla tanış olmağa çalışdım. Şükür olsun, bu kitabı oxuduq. Hala çox müşkülümüz var türk dilini anlamaqda. Hala türk dili ilə tanış olmaqda çox yolumuz var. Amma yola davam eləyəcək. Allah ömür verirsə inşallah. Günüz xeyri qalsın. Bir ayrı gün bu haqda danışırıq. Əlbəttə, getməmişdən öncə qeydaq görək ki, bu kitabın haqqında bu məlumatı da verək ki, bilsin. Bu əl yazmanın son 2 səfhəsində Nəvai Həzrətləri Şah Hüseyni Bayqıranın bir yazısı və türk dilinə verdiyi əhəmiyyəti və türk dilinin fars dilinə üstünlüğü haqqında yazıbdır və Farsicu şairlərdən istir ki türk dilindəki fars dilinə üstünlük
bütünlüğü var və sözcükləri fars dilindən daha çoxdur. Bu dildə yazsınlar. Son cümlədə bu belə yazır. Necə yazır? İndi bunu biraz kiçil eləyək ki, o şeiri burada yazaq. Nə dedi? Dedi ki, bu namə ki, haradaydı, itirdim. Bu namə ki, yazdı qələmim, tartıb til, tarixin anın Cəmadiyül əvvəl bil günün rəqəmini çarşənbə qılğıl 900 yıl din ötüb irdi 5 yıl ve selam vel ikram. Görək buna nə deyir və kitabı beləliklə qurtarırıq. Təbii ki, bu kitab Türk dünyasında çox geniş səviyyədə tanınır. Daha ehtiyacı yoxdur. O haqda sual soruşaq. Salam-ı durud sevgili... Gəlmişik əvvələ, nə oldu? Salam-ı durud... Genə yazı bizi Qəhdə ayının 13-ü. Salam-ı durud ey sevgili ustad, bu qiymətli və ilahi əlyazmanın konusuna gözəl və böyük bir həqiqətdir. Həzrəti Əmir Əli Şir Nəvainin Türk dilinin o bür dillərdən özəlliklə fars dilindən üstünlüyünü savunması və bu böyük dilin zənginliyini, sözcüklərinin çoxluğunu ortaya qoyması Türk ədəbiyyatının tarixində ən parlaq və qızıl səhifələrdən biridir. O, Farsicu şairləri haqlı olaraq Türkçenin genişliyinə və kəmalinə çağırmışdır. Sizin gətirdiyiniz bu son beytlər əlyazmanın Koluvun xatiməsinin, yaxşı, nə mənə burada sütub xatiməsin nə qədər dəyərli olduğunu göstərir. Gəlin bu mübarək və əsərli dörlügü öz canlı Türkcəmizlə bir daha gözdən keçirək və dəyərləndirək. Bu namə ki yazdım qələmim tartıb dil, tarixin anın Cəmadül əvvəl bil, gününün rəqəmini çərşənbə qılğıl, 900 yıl din ötüb irdi 5 yıl. Bu
dördlükdə ehtimalən bu dördlükdə qeyd olunan tarix ömrün və yazan qələmin ən gözəl xatirəsidir. Ay Cəmadüləvvəl, gün çarşənbə günü, il 900 ildən ötüb irdi 5 yıl, 905 hicri qəməri ilinin Cəmadüləvvəl ayının çərşənbəsidir. Bu böyük əsər və onun möhtərəm satrı Türk dilinin əbədiliyinə və gözəlliyinə bir şahiddir. Sizin bu incə bilgiləri oxumağınız və ortaya qoymanız Türk dilinin və gözəl kəlmələrinin çiçəklənməsi yolunda böyük bir addımdır. Qələminiz həmişə iti və ürəyiniz işıqlı olsun. Sağ olun, sağ qalın əziz və hörmətli dostlar. Bu gözəl dua ilə ki, bu cimnay elədi, bugünkü proqramı başa aparaq. İnşallah bir ayrı gün Allah ömür verirsə, Türk dünyasının yaratdığı uyğarlıqlardan türk dili və yazdığı ədəbiyyatdan bir neçəsi ilə tanış olun.